Herkese salam kızlar, yeni vloguma hoş gelmişsiniz. Videonun başlığında da göründüğü kimi Azərbaycana gedirik. Yine hava çok pistir. Mən belə havada nəysə etməyi heç sevmirəm. Yarısı gelirəmsə də gərək hava yaxşı olsun ki, mən sevərək gedim. Nəysə, bir dənə kofe hazırladım ki, bir balaca keyfim açılsın. Daha sonra hazırlaşıram yavaş-yavaş. Bugün evdən çıxırıq və gedirik aeroporta. Deməli kızlar, bu evdə biz kiraya qalırdıq və hazırlaşa da çalışırdım ki, hər bir hissəni təmizləyim və təmiz şəkildə təhvil verim. İstər xaladelnikin içərisi olsun, istər nə bilim başqa bir yerlər olsun. Yəni maksimum dərəcədə təmiz saxlayıb təmiz şəkildə təhvil verməyə çalışdım. Bu pişiyi də dünən axşam keçmişdim. Saat hardasa 3 idi. 3-cü mərtəbədə qalırdıq bu arada. Və bu pişik kiminsə pişiyi idi. Çox güman ki, gəlib elə qapının qabağında miyolaya dururdu. Bir dəfə, iki dəfə dayanmadım. Axırda getdim, evdə də inanırsınız, yəni getdiyimizə görə çox bir şeylər yox idi. Elə ancaq axşam yeməyindən qalan kartof qızarması var idi bir balaca. Onu da elə onun önünə attım. O da yedi sevərək. Videodan da bəllidir. Vəbşim kızlar, çox bir şey yox idi deyə çox bir şeylər ata bilmədim. Yəni əlimdə olanı elədim. Ama çok şirin bir şeydi. Bir de çalışırdı ki eve girsin. Ona göre kapını yarım açık koymuştu. Ve arada da çalışırdı ki eve girsin. Ama ben de koymurdum girmeye. Hayvanlara karşı fobiya deməyək. Ama mesela el vurmaq istəmirəm. Xəstəlikdən falan çok qorxuram. Heyvandan keçən xəstəliklərdən çok qorxuram. Ona göre de el vurmuram. Ama belə qorxmuram. Gəlsə mesela qucaqlayaram da, öpərəm də. Ama yine dediğim kimi xəstəliyə görə uzaq durmağa çalışıram. Gördüyünüz kimi artıq biz çıxmışıq yola və yolda mənim dəhşət dərəcədə ürəyim bulanır. Hər zaman bu belədir. İstəyir ac çıxım yola, istəyir tox çıxım yola. İstər-istəməz hər dəfə mənim ürəyim bulanır. Ona görə də yoldaşım sağ olsun cibində saqqız hərləyir ki, bu qızın həmişə ürəyi bulanır. Sırası çıxardı, yenə birini verdi ki, al nə qədər istəyirsən şeylə. Bilməyənlər üçün deyirəm, biz Obninskdə yaşayırdıq və getdik Moskvaya. Moskvadan Bakıya uçurduq. Bu arada Bakıya birbaşa uçuş məndə ilk dəfə idi. Həmişə biz Gəncə aeroportuna uçurduq. Amma bu dəfə Bakıya uçduq. Bu da mənim üçün ayrı bir deneyim oldu. Türklər deməsim. Və gördüyünüz kimi artıq çatmışıq. Vnukov aeroportundan uçmuşuq. Bizə ən yaxın, ən rahatı Vnukov aeroportudur. Artıq 4-cü dəfə idi ki, təyyarəyə minəcəkdim və ona görə də məndə qorxu, həyəcan, stres və s. yox idi. Ümumiyyətlə heç birinci dəfədə minəndə məndə o dərəcə stres falan yox idi. Yəni sevdiyim bir şeydə həmişə göydə görürdüm, minmək istəyirdim. Düzdür, biz əvvəl özümüz də Rusiyada yaşasaq da həmişə qatarla gediş-gəliş olub. Ona görə də təyyarəyə ilk dəfə idi, yoldaşımla bir yerdə minmişdim. Bayaq da dediyim kimi yol çıxanda ürəyim bulanır və ona görə evdə yemək yeməmişdim və oturduq burada bir balaca yemək yeməyə və biraz da buraları sizə çəkmək istədim. Qeydiyyatdan keçdik. İnşallah qeydiyyatımız da çox rahat oldu və hətta kampaniyaya düşmüşdü deyə əlimizdə olan 10 kiloluq yüklərimizi də arxa tərəfə verdik və əlimizdə yük daşımadıq və bu hissənə də rahat gəzə-gəzə getdik. Videoda da göründüyü kimi aeroportun içərisində fərqli markaların mağazaları yerləşmişdi və istədiyin qədər buralardan alış-veriş edə bilərsən. Yəni bu özü də xüsusi bir avantaj idi. Düzdür, biz heç nə almadıq, amma belə üst tərəfdən gördüm. Həm qızıl mağazası, həm ətir, həm geyim, uşaq və s. hər bir şey var idi yəni. Пассажиров, опаздывающих на рейс Uzbekistan Airways номер 9616 в Ульяновске просит срочно пройти. Və qeydiyyatdan keçdikdən sonra getdik gözləmə zalına, başladıq orada oturmağa. Mən bəzən telefonla danışdım, bəzən telefonu zaryadkaya qoydum, biraz toxuş toxudum və s. vaxtım bu formada biraz keçdi mənim. Yəni yoxsa gözləyə bilməzdim. Artıq təyyarəyə gedirik minməyə və gördüyünüz kimi içərdəyim. Bu arada bu uçduğumuz təyyarə Azalın təyyarəsi idi. Azalla 2 dəfə mən uçmuşam. Yəni yoldaşıma bilmirəm, çox uçub, çox təyyarəyə minib. Dediyinə görə hardasa bir olar 15-20 dəfə təyyarəyə minib. Mən isə sadəcə 4 dəfə. Deməli Azalın təyyarəsi idi. Bu dəfəkini çox bəyəndim. Keçən dəfəkini çox bəyənməmişdim. Bu dəfəki 3 sıralı olandan idi. Yəni lap böyüyündən idim. İstər içərisi gördüyünüz kimi çox qəşəng ekranı falan var idi. Düzdür, bu ekrandan inanın mənə heç bir kəs istifadə etmədim. Elə boş-boşuna orada bəzi şeyləri göstərirdilər və salam heç baxan da yox idim. Bir balaca buradakiləri sizə göstərmək istəyirəm. Panelden avtomatik olarak oksigen maskaları düşecek. Yerimizden kalkmadan maskanı özümüze çekerik. Yüzümüzü ve dudaklarımızı silerik. Maskanı burun ve ağız nahiyemize tutup ipini dardırırız.
Sonra ihtiyac olarsa yanımızdaki sərnişinə kömək edə bilərik. Fövqəladə vəziyyətdə Bu tip böyük təyyarələrdə hər bir şey belə ekran vasitəsilə izah olunur. Kiçik təyyarələrdə isə bunu stüardessalar yerinə yetirirlər, gəlirdilər, baxırlar, hər bir şeyi xırdalıqlarına qədər izah edirlər və bizim kəmərlərimizi yoxlayırdılar, daha sonra isə gedirdilər və uçuş başlayırdı. İndi isə mənim ən sevdiyim kəmərimi bir yerdə taxırıq və taxdıq, xeyirli olsun. 3 saat 5 dəqiqə yaklaşık. Hello, welcome on board Azerbaijan Airlines. Let's study the safety rules on the aircraft by traveling to beautiful Biz meraklı insanlar olduğumuz üçün bir balaca bu ekranları da qurdaladık. Görək bunun içərisində nələr var. Bunun içərisində fərqli şeylər var idi. Bir də onda qeyd edeyim ki, yuxarıda təyyarənin özünə xas interneti var idi. Düzdür, bundan mesaj yazmaq, nə bilim, belə şeylər etmək olmurdu. Amma məsələn, onun istifadə edərək saytına girirdik və orada fərqli Azərbaycan musiqiləri, Azərbaycan filmləri, oyunlar və sairələr var idi. İstəyən baxa bilərdim. Təyyarə yerdən göyə qalxdı. Artıq biz göydə gördüyünüz kimi qalxış çox qəşəng oldu. Anidən oldu. Yəni heç uzun-uzadı bir qalxış olmadı. Təxmini hardasa saat yarımdan sonra bizə belə yeməklər gəldi. Seçim şansımız var idi. Birimiz düyü ilə toyuq götürdü, birimiz isə makaronla ət götürdü. Yanında da belə salat, mini yağ, mini pendir. Pendiri mən heç bəyənmədim. Bir də belə bir çiğ şirniyyat var idi. Şirniyyatın dadını isə yoldaşım çox bəyəndi. Digərlərinin də dadı normal idi. Sadəcə mən burada pendiri bəyənmədim. Bir də onu qeyd edeyim ki, yemək olaraq ətlə makaron, düyü ilə də toyuq əti idi. Yəni başqa bir seçim yox idi. İkisinin də dadı bayaq qeyd etdiyim kimi normal idi. Təəssüf ki, bu dəfə qaranlıqda uçmuşuq. Mən qaranlıqda uçmağı heç sevmirəm, amma yoldaşım da tərsinədir. O qaranlıqda uçuşu daha çox sevir. Mən qaranlıqda yerdə, məsələn, Şəki-Bakı yolunu getməyi sevərəm, amma belə göydə uçarkən qaranlığı heç tövsiyə etmirəm sizə. Çalışın səhər saatlarında alın təyyarə biletinizi. Hər dəfə göyün üzərinin buludların içərisindən keçməkdir və s. Bunları mən işıqlı havada görmüşəm deyə o qədər də təəssüflənmədim. Yəni bunun özünün də qaranlıqda uçmağın da özünün bir ayrı dadı var idi. Gördüyünüz kimi mənzərə isə belə idi. Səhv etmirəmsə 3 saat 15 dəqiqəlik uçuşdan sonra artıq çatırıq və gördüyünüz kimi enirik yerə. Videonu bu hissələrdə çox tezləşdirmək istəmədim. Gördüyünüz kimi yavaş-yavaş enir. Bunun da özünün ayrı bir gözəl görüntüsü var. İstədim ki, uça bilməyənlər də, təyyarəyə bilməyənlər də şahidi olsun. Həqiqətən maraqlı idi. Arzusunda olan hər kəsə qismət olsun və dövlətinə, vətəninə geri qayıtmağı Allah qismət eləsin hər kəsə. Həqiqətən qürbətdə yaşamaq çətindir, çünki ailədən uzaq olursan, yaxınlarından uzaq olursan, heç nəyə əlin çatmır. Və biz artıq Bakıdayıq və xoş gəlmişik. Getdik biz əşyalarımızı götürməyə. Bu da bizim çamadanımız idi. Oradan gəlirdi. Dedim bir dənə qoy çəkim, siz də görəsiz və yoldaşım çantamızı götürdü. Heç kəsə xəbər verməmişdik deyə heç bizi qarşılayan da yox idi. Çünki xəbər verəndə həqiqətən narahatlıq yaranır. Zəng vurmaq lazım olur, xəbər vermək lazım olur və s. Ona görə də ən yaxşısı dedik ki, biz xəbər vermədən gedək. Düzdür, buna görə bizdən inciyənlər oldu, amma ən yaxşısı elə bu idi. Aeroportdan taksi vasitəsilə getdik, düşdük vağzala, vağzaldan da Şəkiyə yollandıq. Tanıdığımız Vitalardan heç birinin saatı bizə uyğun olmadı. Ən yaxın saatda Şəki-Bakı avtobusu işləyirdi. Elə ona da mindik və getdik Şəkiyə. Elə kəndimizin yaxınlığında da düşdük. Bu da bizim kəndimiz. Videonu bura qədər izlədinizsə kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.